Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Vacib bir xəbəri diqqətinizə çatdırıram. Xəbərə keçməzdən öncə burada bir üstəgəl işarəsi var. Ora bir dəfə vurmaqla kanalımıza abunə olun. Demək dəyərli izləyicilər, sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq müəllimlərin əmək haqqları artacaq. Statinfo xəbər verir ki, bunu məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkilinin şöbəsinin müdür müavini Nurlan İsmailbəyli deyib. O bildirib ki, prosesi uğurla tamamlayan və ya tamamlamayan kateqoriyalar var. Stat, qiymətləndirmənin məqsədi prosesə cəlb olunmuş şəxsləri bir-birindən fərqləndirməkdir. Statın sonu. İsmailbəyli qeyd edib ki, artıq sertifikatlaşma prosesini uğurla tamamlayanların sayı 55 mini keçib. Onların 17 mindən çoxu əmək haqqını 35% əlavə ilə, 38 mini isə 10% əlavə ilə alır. Cari ildə Naxçıvan da daxil olmaqla ölkənin 19 şəhərində bu imtahanı təşkil edəcəyik. Proses elektron formatda olur. Bitən kimi müəllimlər nəticələri, doğru və yanlış cavabları görə bilərlər. İmtahandan sonraki apellyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir.